Salam əziz dostlar, bugün mən sizə faylın yaddaşını azaltmağı öyrədəcəm. Gəlin başlayaq. Bu papkanın yaddaşına baxırıq. 1 GB 86 MB-dir. Gördüyünüz kimi. Papkanın üstündə sağ düyməni basıb Dabavik arxiv. Gördüyünüz kimi. Və heç nəyi dəyişmədən burada bir dənə Meto sжатие bu sözü обычный yerinə maksimalini qoyursunuz və oka basırsınız. İndi gözləyirsiniz bu 100%'ə çatsın. Gözləyək. Yok 5%. Evet. %60%, 70%, az qalır. 80, 90% və qutardır. Gördüğünüz kimi. Və indi arxivləşdirdiyimiz papkanın yaddaşına baxaq. 984 KB gördüyünüz kimi. Və papkanın öz yaddaşına baxaq. 1 GB 86 MB. Gördüyünüz kimi çox asan bir usuldur. Və bugünlük bu qədər. Gələn videolara qədər görüşərik. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun. Gələn videolara qədər görüşərik. Sağ olun.